Balakənin mərkəzinə yaxın, Aspetrol yaxın bölgədə al yaşa, 1 manat da əlavə xərc tələb etməyən belə bir geniş mülk hər gün satışa çıxmır. Videonu keçməyin, gəlin birlikdə nəzər salaq. Həyətə adım atan kimi sərgə səhmanı dərhal göz oxşayır. Bura təkcə yaşayış yeri deyil, tam bir istirahət güşəsidir. Həyətdə xüsusi olaraq 5 tonluq böyük su basenyası, ayrıca həyət üçün ayaqqabısı tikilir. Meyvə ağacları artıq barda verir. Həyət sahəsi o qədər genişdir ki, həm axşamlar dincəlmək üçün bisetka qura bilərsiniz, həm də istəsəniz əlavə təsərrüfat işləri üçün əkin-biçin yeri də var. Yəni yer baxımından heç bir sıxıntı yoxdur. İndi isə keçək evin daxilinə. Girişdə bizi geniş möhtəşəm bir zal qarşılayır. Zala diqqətlə baxsanız görərsiniz ki, buranın hər bir santimetrinə, hər millimetrinə böyük zəhmət və ciddi büdcə qoyulub. Döşəməsindən tutmuş tavan hissəsinə, zövqlə seçilmiş aboylarına qədər hər detal incəliklə işlənib. Evdəki bütün çılçıraqlar, yəni lüstrlar xüsusi zövqlə və baha qiymətə alınıb. İndi isə sırayla otaqları gəzək. İlk növbədə daxil oluruq geniş mətbəximizə. Xanımların tam ürəyincə olacaq geniş işıqlı bir məkan var. Buradan çıxıb keçirik aşağıdakı birinci boş otağımıza. Buranı istəsəniz qonaq otağı, istəsəniz də birinci mərtəbədə yataq otağı edə bilərsiniz. Ardınca ikinci geniş otağımıza daxil oluruq. Sonra isə geniş giriş hissəsi olan, daxilində hamam və ayaqqabısı və kombi sistemi quraşdırılmış rahat sanuzel zonasını sizə göstərirəm. Aşağı mərtəbə ümumilikdə 4 otaq sahəsi yerləşir. Yuxarı mərtəbəyə isə keyfiyyətli və zövqlə hazırlanmış pilləkənlərlə qalxırıq. Bizi yuxarıda da analoji olaraq böyük işıqlı bir zal qarşılayır. Bu zalda da bahalı və dəbdəbəli lüstrlardan istifadə olunur. Tavan işlənmələri də dərhal diqqəti çəkir. Yuxarı mərtəbədə tam 4 ədəd geniş yataq otağı, spalni yerləşir. Bir-bir hər birinə daxil olub içəridəki genişliyi, divar kağızlarının uyğunluğunu və çılçıraqların gözəlliyini sizə təqdim edirəm. Otaqların hər biri gün işığı alan, fərah və təmiz havası olan otaqlardır. Bu evi təkcə özünüz yaşamaq üçün yox, həm də alıb gələcəkdə gündəlik, həftəlik, aylıq, kənardan gələn qonaqlar üçün kirayə də verə bilərsiniz. Çünki bura o potensialı olan bir mülkdür. Ümumilikdə 8 sotda, 8 otaqlı, təmirdən təzə çıxmış və kvadratı isə 240 kvadratdan daha artıq olan bu ev 135.000 manata təklif olunur. Və söz verirəm ki, real alıcı ilə çox gözəl bir endirimdə edəcəyik. Və gəldi evin ən xoş nöqtəsinə, balkon hissəsinə. Buradan açılan o geniş dağ panoraması, yay aylarındakı bu sərin, təmiz dağ havası adamın ruhunu dincəldir. Həmçində qeyd edək ki, satmaq istədiyiniz hər hansı bir əmlakınız, eviniz, torpağınız, fərq etmir, hansısa bir mülkiyyətiniz varsa bizə indi müraciət edə bilərsiniz. Sağ olun, özünüzə müğayət olun.